Deməli, bu gün Ichimoku, yəni bizim təzə indikatorumuzdan, Ichimoku buludundan, bir də bu TradingView üzərində, yəni Bybit demosuna ehtiyac qalmadan necə trading eləmək olar, onu göstərəcəm. Deməli, birinci Ichimokuya keçək. Deməli, Ichimoku'nu buradan açıram. Çox sadə dildə izah edəcəm. Bax, Ichimoku buludu, qısacası bax budur. Bu Moku buludu da deyirlər buna. Deməli, Ichimoku buludu bizə, yəni konkret, yəni 4-5 dənə analiz xətti ilə göstərir ki, qiymət aşağı düşəcək, yoxsa yuxarı çıxacaq. Burada 4-5 dənə nüans var ki, onlara diqqət eləmək lazımdır ki, görək biz və bilək ki, yəni yuxarı çıxacaq, ya aşağı düşəcək. Bax, birincisi bu qrafiki görürsünüzsə, bu qrafik bu buludun üstündə olursa, onda qalxacaq deməkdir. İkinci, bulud sıxışmalıdır. Yəni bax belə, bulud kiçildiyi yerdən girsəz, yəni karınızı, yəni bir sözlə maksimizə edə bilərsiniz. Üçüncü teması odur ki, bax bu görürsünüz, göy qırmızının yuxarısında olmalıdır. Ya da siz kəssən moment girməlisiniz. Yəni girmək ayrı, yəni alış və satış temaları ayrı izah edəcəm. Məsəl üçün baxın, bulud burada sıxışır. Bulud burada sıxışıb, sıxışandan sonra plusdakı xəttlər birləşib, bax görürsünüz nə tər artıb. Plusdakı, indi gəldik dördüncü nüansa. Dördüncü nüansda bu indeks görürsünüz burada. Bu bizim elə bir RSI indeksimizdir. Və görürsünüz, bu qrafikdən nə qədər yuxarıda olarsa, o qədər bizə göstərir ki, bu artış olacaq. Bax görürsünüz, aralı olanda artış nə qədər olur. Amma fikir verin, gəlib bu RSI bura birləşəndə qiymət stabilləşib və düşməyə başlayıb. Burada da bax görürsən, burada yenə bax sıxılıb Ichimoku bulutu. Burada qırmızı üstə çıxıb biraz, amma eyb yox. Burada görürsünüz, yenə uzaqlaşıb RSI indeksi və təzədən artmağa başlayıb bir sözlə. Demək, qısacası Ichimoku bulutu budur, yəni bizim üçün çox yararlı bir şeydir. Belə deyim, bu xəttlər də var ha. Bu xəttlər də, yəni qrafikin yuxarısında olmağı, daha doğrusu qrafikin aşağısında olmağı, yəni bizim üçün əla bir şeydir. Amma bura baxırıq, fikir verin. RSI indeksi qrafiklə birləşib. Plusdakı qırmızı ilə göy birləşib konkret. Bu da deməkdir fırtınadan öncə səssizlik və buluta doğru qrafik sürtünür bu dəqiqə. Bunlar deməkdir ki, o yavaş-yavaş Ethereum satışa keçmək istəyir. Elə düşünə bilərik. Çünki baxın, RSI indeksi 1, qırmızı yuxarı keçir 2, buluda toxunur 3. Hələ ki, amma görürsünüz, sıxılma yoxdur. Ona görə bir şey tam deyə bilmərik. Amma yəni, hələ ki, biraz satış xarakterli bircə görürük. Ichimoku'dan danışdım. İndi qısacası paper tradingdən danışmaq istəyirəm. İki yolu var bu trade açmağın. Bir burada al-sat eləyib aça bilərik. İkisini göstərəcəm. Birinci bunu göstərmək istəyirəm. Bura gəlsiniz, elə basırsınız sata. Məsəl üçün deyirsiniz ki, düşəcək də bu bircə. Düşməyin təxmin edirsiniz. Sata basırsınız. Məsəl üçün bu birim odur ki, yəni Ethereum, 1 Ethereum, 2 Ethereum məsəl üçün. 1 Ethereum neçədir? 3000 nə qədərdir? 3422. 1 Ethereum bu qədərdir. Bir də ki, ya da əlinizlə yazırsınız da Ethereum-la əziyyət çəkmirsiniz. Buraya yazırsınız ki, məsəl üçün $1000. Mən trade eləmək istəyirəm, məsəl üçün. Sata basırsınız burada. Biraz səs çox gəldi. Deməli, buradan kar al, yəni take profit. Bir də zarar durdur, yəni stop loss. Bu türk dilinə çevrilir burada. Bunun üstünə basıb saxlayırsınız. Kar almaq istəyəcəyiniz nöqtəyə qədər gətirirsiniz. Məsəl üçün, mən buranı seçirəm, 1% bölgəsi. Sonra da burada zarar durdur bölgəsinə də hardasa 0.125 seçirdik də həmişə biz. Buradan belə seçdik, onaylaya basırıq. Bir yolu budur. Biz görürüz paper trading açdıq burada. Yəni biz demoda açdıq da. Yəni bizə Bybitə ehtiyac qalmadı. Burada məsəl üçün, əgər take profit olsun, nə qədər qazanacağımızı göstərir. Bu ortada bu dəqiqə bizim işləmimizi göstərir ki, nə qədər ziyandayıq, nə qədər kardayıq. Bu dəqiqə $6 ziyandayıq məsəl üçün.
Bu bir yoluydu. İkinci yol. Yəni trade bağlamaq üçün de buradan X-ə basırsınız, pozisyon kapat var. Basırsınız, pozisyon kapat. Pozisyon bağlanır belə. Bunun səsi yaman çoxdur. Bunu bir də azaldım. Kulağım batdı burada. Bunu azaldaq. Aha belə. İkinci yolda budur ki, burada biz demişdik də alış pozisyonu var, satış pozisyonu. Satış pozisyonunu yenə seçirəm. Buradan gəldim məsəl üçün seçdim. Qoydum məsəl üçün 24, bunu da artırdım. Belə də belə bir şey. Məsəl üçün deyirəm. Bunu edəndən sonra bax burada görürsüz bir bar var. Bax bunun üstündə görürsüz limit emri oluştur var. Basırsınız ona, heç nə. Sata basırsınız. Buradan təbii ki də birimi də seçə bilirsiniz. Bax mən məsəl üçün 1000 dollar yazmışdım, ondan qalıb. Aha. Seçsiz eyni cür. Baxın görün, bax fikir verin. Bizim elə bil limit əmrimiz var. Limit əmrində demişdim də. Real deyil, paper trading izah edirəm. Aha. Deməli, bax burada necə göstərim, elə də olmuş. Göstərir. Bax. Mən necə qoymuşam, yəni bu necə pozisiyanı. Bax həmin yerlərdən öz üçün take profit açdı, stop loss açdı və limit əmri açdı. Limit əmri nədir? Qrafik ora gələn kimi necə deyim, pozisiya açılacaq. Hələ ki qrafik orada deyil deyə pozisiya açılmır. Biraz yaxınlaşdıraq. Real akkauntdan biraz bir şey göstərərsən, maraqlı gəldi. Real akkauntdan hələ ki bir şey göstərmirəm. Real akkauntun onsuz da bu eyni şeydir. Yəni nəyə nəzərdə tutsan real akkaunt deyəndə? Heç nə, eyni şeydir demək olar. Demək olar eyni şey, çox az fərqləri var. Deməli bu xətt var ha. Bu xəttə çatan kimi birja. Bura çatan kimi biz elə bil işləmə girmiş olacağıq. İndi gözləyirik. Baxın indi. Yəni limit bir sözlə o deməkdir ki, yəni siz məsəl üçün qrafikdə bir yer deyirsiniz, məsəl üçün deyirsiniz 3411-ə düşəndə al. Bu limit əmridir. Amma market əmrində siz promo ilə qrafikin olduğu yerdən girirsiniz konkret. Yəni gözləmirsiniz. Limit əmrində amma gözləmə var. Heç nə. Belə. Bunun iki variantını da göstərdim paper tradingdə. Yəni asandır. Buradan özünüzü yoxlamaq üçün, məsəl üçün inkişaf elətdirmək üçün paper trading eləmək lazımdır. İntensiv şəkildə buradan, məsəl üçün nə qədər yer qazandınız qeyd eləmək lazımdır bir qıraqda. Yəni bunun ən asan üsullarından biri, məsəl üçün Trading View-da paper tradinglə eləməkdir. Çünki Bybit-lə eləyəndə, Bybit demosunu eləyəndə adam çox ləngiyir. İndi gələcəkdə bunu real akkauntla əlaqələndirməyə də göstərəcəm. Amma hələ ki demo ilə davam edirik deyə. O gələcək mövzularda olacaq da, yəni o gələcək dövrlərinin mövzusudur bir sözlə.